Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Bu vaxtınız xeyirli olsun inşallah. Bildiyiniz kimi biz Muharrem ayını geridə qoyduq. İmam Hüseyn əleyhissalamın və onun əshabının müsibətli günləri geridə qalıb və qarşıda İslam dünyasında, eyni zamanda Şiə tarixində önəmli hadisələrdən biri olan Ərbəin günü yaxınlaşır. İmam Hüseyn əleyhissalamın 40 mərasimi. Bildiyiniz kimi artıq neçə illərdir Ərbəin ziyarətinə müxtəlif ölkələrdən, hətta müxtəlif inanclı şəxslər İmam Hüseyn əleyhissalamın o mənəvi süfrəsinə tərəf hərəkətdədirlər və hər il bu insanların sayı artmaqdadır. Bu münasibətlə istədiyim qısa olaraq İmam Hüseyn əleyhissalamın Ərbəin günü oxunması müstəhəb olan Ərbəin ziyarətnaməsi barəsində danışam. Daha doğrusu bu ziyarətnamədə yer alan bir cümlə barəsində. İlk növbədə Ərbəin ziyarətnaməsini İmam Sadiq əleyhissalam buyurmuşdu. İmam Sadiq əleyhissalamın yaxın əshabı olan Əbu Səffan İbn Mihran adlı şəxs bu ziyarətnaməni nəql etmişdi və bir çox mühəddis alimlər bunu öz hədis kitablarında nəql etmişdi. Məsələn, Şeyx Tusi bu ziyarətnaməni geniş formada nəql etmişdi. Sənəd cəhətdən mötəbər və etibarlı bir ziyarətnamədir. Orada Səffan İbn Mihran deyir ki, mən İmam Sadiq əleyhissalamın yanına getdim. İmam Sadiq əleyhissalam mənə buyurdu ki, Ərbəin günü, yəni İmam Hüseyn əleyhissalamın 40 günü o həzrəti ziyarət et və ona belə deyir: Əssalamu alə vəliyullah və həbibihi və ziyarətin davamı var. Və bu ziyarətin bir yerində İmam Sadiq əleyhissalam İmam Hüseyn əleyhissalamın şəhadətinin fəlsəfəsinə toxunur. Bildiyiniz kimi İmam Hüseyn əleyhissalamın mübarək qiyamı bir çox cəhətlərdən təhlil oluna bilər. Onlardan da biri budur ki, İmam Hüseyn əleyhissalam ümumən nəyə görə qiyam etdi, bu mübarizəni başlatdı. Məsələn, İmamın mübarək kəlamlarına baxanda İmam özü buyurur ki, mən cəddim Peyğəmbərin dinini islah etmək üçün, yaxşılığa dəvət, pislikdən çəkindirmək üçün və eyni zamanda digər təhlilçilərin nəzərinə alanda ümməti bidətlərdən təmizləmək üçün İmam Hüseyn əleyhissalam qiyam etmişdir. Və eyni zamanda bu ziyarətnamə də İmam Hüseyn əleyhissalamın qiyamının fəlsəfəsinə işarə edir. Daha doğrusu belə deyərdim ki, İmam Hüseyn əleyhissalamın qiyamının o son həqiqətinə işarə edir. Yəni İmam Hüseyn əleyhissalam ki, şəhid oldu, bu şəhid olmasının nəticəsi, sonrası nə oldu? İmam Sadiq əleyhissalam bu məsələyə işarə edərək belə deyir ki, وَبَزَلَ مُهْكَتَهُ ف۪يكِ لِيَسْتَنْقِزَ اِبَادَكَ مِنَ الْجَحَالَ وَحَيْرَةِ الزَّلَالَ. Bu hissənin qısa tərcüməsi bundan ibarətdir ki, mən şəhadət verirəm ki, İmam Hüseyn əleyhissalam öz pak qanını ilahi sənin yolunda fəda etdi, bəxş etdi. Nəyə görə? Sənin bəndələrini cəhalətdən və azğınlığın yaratdığı çaşqınlıqdan xilas etsin. Mən istərdim ki, bu hissənin ətrafında sizlərlə müzakirə edək. Burada diqqət olması məsələ budur ki, İmam Sadiq əleyhissalam İmam Hüseyn əleyhissalamın şəhadətini bəzələ ifadəsi ilə bildirir. Bildiyiniz kimi bəzələ bəxş etmək, bəxşiş etmək, bağışlamaq deyilir. Məsələn, bir şəxs hər hansı bir şəxsə nə isə bağışlayırsa, artıq ondan hər hansı bir gözləntisi yoxdur. Və İmam Sadiq əleyhissalam buyurur ki, İmam Hüseyn öz qanını Allaha bağışladı. Yəni, bunun müqabilindən Allahdan hər hansı bir gözləntisi yoxdur. Bu İmam Hüseyn əleyhissalamın qanının nə qədər mübarək, nə qədər Allah rizası üçün, nə qədər ixlascəsinə olduğunu vurğulayır.
və daha sonra buyurur ki, fikə. İlahi, bu sənin yolunda oldu. Artıq buradan aydın olur ki, o bəzi şəxslər çalışır, deyir ki, İmam Hüseyn əleyhissalam hakimiyyət üçün, dünya üçün, mülk üçün və s. filan üçün qiyam etmişdi. Bu ibarə onların hamısının üzərindən xərc çəkir. Və İmam Sadiq buyurur ki, xeyr, İmam Hüseyn əleyhissalam öz qanını Allaha bəxş etmişdi və bunun qarşısında hər hansı bir əvəz gözləmirdi. Və bu qanını yalnız və yalnız Allaha təqdim etmişdi. Bu əsasda biz Qur'anı bir prinsiplə burada artıq qarşılaşırıq. Qur'anı prinsipdə də budur ki, Allah Teala mömin şəxslərin canını alır və Allah Teala artıq onların bu canları qarşısında bir əvəz verir. Onlar Allaha canlarını vermir ki, Allahdan nəsə alsınlar. Allahla ticarət etmirlər. Bəzi şəxslər Allahla ticarətcasına bəndəçilik edir. İlahi, mən namaz qılım, oruç tutum, filan işi görüm, mənə bu dünyada bir məqam ver, kəramət ver, cənnət ver, ahirətdə. Bu ticarət yanə bir ibadətdir. Amma Tövbə surəsinin 111-ci ayəsində Allah Teala bəzi möminlərdən danışır. İnnallaha iştara minəl mu'minin. Burada min, yəni bəzi möminlərdən Allah alar. Ənfusəhum və ənvaləhum bi ənə ləhum cənnə. Yəni cənnət qarşısında Allah Teala bəzi möminlərin canlarını və mallarını alar. Bəzi təfsir alimləri deyir ki, və ənə ləhum cənnə, cənnət onlar üçündür ifadəsi də doğru deyil. Bəlkə elə onların özü cənnətdir. Yəni onlar ümumən hər hansı bir qarşılıq gözləmirlər. Demək, bu ziyarətin ilkin hissəsi, yəni bu ibarənin, kəlmənin ilkin hissəsi bundan ibarət oldu ki, İmam Hüseyn əleyhissalam öz mübarək qanını Allah yolunda Allah üçün verib. Bəs nəyə görə bu artıq kəlamın növbəti hissəsində bəyan olunur? İnşallah bunu növbəti çıxışlarda sizlərlə bölüşərik. Əssalamu aleykum və rəhmətullah.